Salam mənim kanalımın seyirciləri. İndi necə deyirlər, bu ustax dillərdə gəzir ki, robotlar insanları əvəz eləyəcək. Bəli, robotlar insanları əvəz eləyəcək və könüllü surətdə biz özümüz buna şərait yaradacağıq ki, bizi robotlar əvəz eləsin. Bax, kitabdan ayrı düşdüyümüzə görə bizi günü-gündən mexanikiləşdirirlər. Bizi ancaq узкий spesialist. Sən ancaq işini görməlisən, başımı sal aşağı işini gör. Mexanikiləşirsən sən. Sən artıq ədəbiyyatdan, mənəviyyatdan, nə bilim, laf xırdalığına kimi başa salmaq üçün, bulaq verilişindən, nə bilim, başqa mənəvi aləmdən, laf elə olsun məscidə gedib dua eləməkdən, hansısa sektanın təsiri altında yox, özün sidqi ürəklə Allah evinə gedib dua eləməkdən. Axırıncı səfər nə vaxt gedmişsən Allah evinə? Yenə deyirəm, hansısa sektanın təsiri altına düşməkdən söhbət gedmir. Həqiqətən sidqi ürəklə Allah evinə gedib nə vaxt dua eləmişsən? Nə vaxt əlinə bir dənə kitab açıb, 2 vərək, 1 vərək oxumusan? Sən artıq iş maşınısan. Maşın. Səni robotla əvəz eləməyə nə var ki? Bizi mənəvi aləmi olan insan adlanan canlıları robot əvəz eləyə bilməz. Bunun üçün birinci mənəviyyat ölməlidir. Mənəviyyat ölmək üçünsə kitabdan ayrı düşməlisən. Səni robotun əvəz eləməyinə nə var ki? Bu qədər robotun bizləri əvəz edə bilməməsi ümidi ilə, necə deyərlər.